Dərkiyat üstündə isə insan anlamış olacaqdır ki, o ilkdən müqəddəslikdən, işıqdan gəlibdir və müqəddəsləşib öz ilkin müqəddəsliyinə, işığına qayıtmalıdır. Maddi aləmin, varın, dövlətin qulu olub, özünə və ətrafına qaranlıq gətirməməlidir. Onda kainatın sonraki dönümləri onu özünün gözləmədiyi yeni aləmlərə aparıb çıxaracaqdır. O, hansı aləmlərdir və bu əbədiyyətin hansı təminatı, əbədiliyin hansı zəmanətləri var? Bu məsələ məni də düşündürüb və onu böyük yaradan belə bir dialoqla aydınlaşdırıb. Böyük yaradan əbədidir, əbədiyyəti əbədiliyidir. Mən əbədi, işığım əbədi, mən varam ki, yaranış var. Mən varam ki, ilkdən müqəddəslərdir yaranış. Müqəddəslərdən bəşərdir yaranış. Müqəddəsliyə, ilkinə qayıtmalı bəşər. Ya böyük yaradan, cəm bəşəriyyət müqəddəsliyə, ilkinə tam qayıtmış olsa nə olacaq? Cəm bəşər müqəddəsliyə qayıtmış olsa, əbədiyyətə qayıtmış olsa, təkrar bəşəri yaranış olmaz. Yer üzündən heyvanat da qayıtmış olsa, bəs heyvanlar aləmi nə olacaq? Qayıdacaq, heyvanat dayanacaq, onlar bağışlanacaq. Heyvani yaranış bağışlanacaq. Onlar dönəcək, zərrə işığına dönəcək. Zərrə işığında cəm kainatda azad hərəkətdə olacaq. Bəs müqəddəsliyə qayıtmış cəm bəşəriyyət nə olacaq? Onlar kamilləşib qalxacaq, əbədiyyətə qalxacaq. Müqəddəslikdə olacaq, ağ geyimdə olacaq. Ətrafımda bir icraçı olacaq. Cəm kainatlarda ilkdən olduğu kimi azad hərəkətdə olacaq. Bəs bu məkanlar, cəm məkanlar nə olacaq? Onlar da işığımla daha işıqlı olacaq. Bir rəngdə, ağ pak işıqda olacaq. Cəm bəşər müqəddəsliyə dönər. Müqəddəslikdə məkanlaşar. Pak işığımda işıqda olar. Olmazdımı ki, bəşər yaranışı, bəşəri yaranışı olmasın? Müqəddəslikdən bəşəriləşən bəşər, müqəddəsliyə dönməli bəşər. Onlar o bəşər etdikləri ilə, xeyirxahlıqları ilə müqəddəsliyə dönməli bəşər. 40 müddətə uzaq olmuş müqəddəslərin ətrafına, əbədiyyətinə qayıtmalı bəşər. Ya böyük yaradan, bu qadınlar nə olacaq? Qadınlar da bir yaranış, kainatlardan, ahənglərdəndir yaranış. Onlar dönər, qaydar, ahəng axımında, vəhdətin bağlılığında onlar da azadlıqda azad olar. Qaydaq ya böyük yaradan, qaydaq. Qayıtsaq əgər nə baş verəcək? Qaytarsaq o ilk müqəddəsləri, ilk müqəddəsliklərinə nə baş verəcək? Cəm kainatlar işıqda, hüdudları işıqda, oval böyüyər, böyük olar. Hüdudları daha geniş olar. Böyük işıqlar olar, əbədiyyətindən əbədi olar. Olsun, bəşər qayıtsın, bəşəriyyət qayıtsın, kainatlar daha işıqlı olsun. Sonra nə olacaq? Qaranlıq qarşısında böyük dayanış olacaq. Əbədi dayanış olacaq. O qaraya, o qara varlığa qalibiyyət mi olacaq? Bəs sonra nə olacaq? O qara varlıq sıxmadadır, kainatları, varlıqları qarası ilə sıxmadadır. Oval kiçik olsun, kainatlar yox olsun, işıqlılar yox olsun. Elə olmuş olsa əgər bu son mu olar? Yox, bu başlanğıc olar. Sıxılarsa əgər kainatlar, sıxılarsa əgər yaranışlar, qara varlıq qarası ilə qalib olar. Mən ilkimdən ilkin olaram. Pak işıqla yenə işıqlı olaram. Hərəkətlər arasında hərəkətdə olaram. İlkim kimi bir işıqda, əbədi işıqda olaram. Hərəkətə gələrəm, qaranlıq məkanlar arasında hərəkətə gələrəm. Yenə bir işıq olaram. 6 tərəf hərəkətdə işıq olaram. O qaranlıqlar arasında yeni işıq saçaram. Pak, müqəddəs işıq saçaram. O qaranlıq məkanlar arasına işıq saçaram. İşığımdan qaranlıqlarda olan məkanlar parçalanar. Yeni kainatlar yaranar. Yeni yaranış, yeni müqəddəslər. Təzahüründə müqəddəslər yaranar. Daha kamil müqəddəslər yaranar. İlkdən olan işıq qədərim daha böyük olar. İlkdən olduğundan daha böyük olar. O böyüklük mənlədir.
o müqəddəslər mənlədir. Hər yaranış mənlədir. Qara varlıq sıxar, hüdudları, kainatları sıxar. Sıxar ki, kainat kiçik olsun, sonda yox olsun. Ətrafıma yenə işıq toplanar. Ayırdığım pak işıqlar ətrafıma toplanar. Daha böyük partlayış olar. Yeni kainatlar, yeni kamil yaranışlar olar. Əbədiliyimi bildinmi? Əbədiliyimi gördünmü? Əbədi olduğumu dedimmi? Mən əvvəl, mən əbədiyəm, qaranlıqlara yaranışları yaradanam. Əvvələm, əbədiyəm. Yeni məkanlar yaranar, dairədə məkanlar yaranar. Dairədə dediyim yaddaşdır, yaranışa yaddaşdır. Mənim ilkdən olan işığımın təzahür qədəridir. Mən deyil, ilk işığım dairədə idi, o işıq idi, əvvəl idi. İşıq saçdı, qaranlıqlara saçdı. Bu deyimlər çoxdur, az deyil, çoxdur. Hər gördüyün qədərində, qədərsizliklər qədərində, yaranışdan kainatlar oval qədərində. İlk mən, əvvəl mənəm, elmlərin əvvəli mənəm, kamilliyin əvvəli mənəm, deyimləri deyən mənəm, yaranışı yaradan mənəm, yaranışı açan mənəm. İlkdən yaranışdır, yaranışdır, yaranışdır deyən mən, səsdə səsli edən mənəm. Fizikada, mexanikada cismin hərəkətinin 6 sərbəstlik dərəcəsi anlamı var. Bunlardan üçünü 3 koordinat oxları üzrə irəliləmə, üçünü isə uyğun fırlanma hərəkətlərinə görə təyin ediblər. Yaradanın bu deyimində 3 fırlanma hərəkəti nəzərdə tutulmur. 6 tərəf dedikdə mexanikanın nəzərdə tutduğu 3 istiqamətin həm düz, həm də onlara əks istiqamətləri nəzərdə tutur. Əgər sizin mexanik elmi baxımından böyük yaradan fırlanmaları da nəzərində tutsaydı, onda 12 sərbəstlik dərəcəsi anlamı alınardı ki, bu da biz insanlar üçün çox mürəkkəbdir.